Dünyada ən çox aeroportu olan 5 ölkə. 5-ci yer Kanada, 1459 aeroportu vardır. 4-cü yer Meksika, bu ölkədə 1580 aeroport fəaliyyət göstərir. 3-cü yer Avstraliya, Avstraliyanın 2257 aeroportu vardır. İkinci yerdə bizim heç birimizin gözləyə bilməyəcəyimiz bir dövlətdir. Adətən bu dövləti biz inkişaf etmiş dövlət kimi algılamırıq. Bu Braziliyadır ki, burada 5289 aeroport vardır. Və ən nəhayət birinci yerdə Amerika Birləşmiş Ştatları durur ki, bu ölkənin aeroportlarının sayı 16119 ədəddir. Bizim yaxın qonşumuz olan Rusiyada 1000-ə yaxın aeroport vardır. Dost qardaş ölkə hesab elədiyimiz Türkiyədə 98 aeroport vardır və ən nəhayət yaxın qonşularımızdan biri olan İran İslam Respublikasında isə 105 aeroport vardır. Ancaq təəssüflər olsun ki, bunun yalnız yarısı beynəlxalq aeroport statusudur.